Bakı Gənclər Mərkəzinin geniş zalında balacalar rəngarəng geyimləri ilə sevinç dolu anlar yaşadı, bir-birinə gülümsüyərək bu unudulmaz festivalın sehrinə qapıldılar. Azyaşlılardan ibarət rəqs və gimnastika kollektivlərinin iştirakı ilə təşkil olunan Qəlblərin Harmoniyası festivalı 5-ci dəfə öz qapılarını tamaşaçıların üzünə açdı. Balaca balalarımız artıq 5-ci dəfədir səhnəyə çıxırlar. Biz məqsədimiz gələcəkdə də biz özümüz də belə başlamışıq, belə necə deyirlər, müsabiqələrdən başlamışıq, bugünkü günə gəlib çatmışıq. Ümid edirəm ki, bizim balalarımızın içərisində hər hansı bir istedad varsa əgər, o üzə çıxacaq. Ona görə bu belə festivalların keçirilməsi çox önəmlidir, çox əhəmiyyətlidir. Əvvəlcə musiqi nömrələrinin ahəngi zala yayıldı. Musiqinin ardınca Qəlblərin Harmoniyası adlı yeniyetmə və gənclərin rəqs və gimnastika festivalı bütün rəngləri ilə zövq oxşadı. Uşaq və gənclərdən ibarət kollektivlər səhnədə müxtəlif mədəniyyətlərin izlərini canlandırdılar. Qəlblərin Harmoniyası festivalında ikinci dəfədir ki, iştirak edirəm. Mən Quba şəhərindən gəlmişəm. Və bu cür festivallarda iştirak etmək mənim üçün çox maraqlıdır. 9 ildir ki, artıq mən rəqslə məşğul oluram. Artıq burada mənim 2 ildir ki, yəni burada mən yarışlara gəlirəm. Burada müxtəlif rəqslər olur. Yəni olan hamısına mən iştirak eləyirəm. Bugün də bura Nəlbəki rəqsi ilə gəlmişik. Festival çərçivəsində nümayiş olunan rəqs və gimnastika kompozisiyalarını 5 peşəkar münsif diqqətlə qiymətləndirdi. İndidən bu balaca körpələrimiz incə sənətimizə qulluq eləyirlər və mütləq ki, onların yaddaşında bax bu festival, bu müsabiqə böyük iz salacaq. Burada uşaqlar həm gimnastika nömrələri göstərirlər, həm də rəqs nömrələri, həm də bir-birindən gözəl, maraqlı musiqi nömrələri ilə çıxış edirlər. Və biz kateqoriyalar üzrə uşaqları qiymətləndiririk, qaliblərimizi seçirik. Hər bir uşaq üçün bu dünya görüşünün artması deməkdir. Beləliklə, uşaqların enerjisi və səhnənin ahəngi ilə zənginləşən Qəlblərin Harmoniyası festivalı iştirakçıların yaddaşında maraqlı təəssüratlar buraxdı. Arzu Yusif, Novruz Kazımov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.